غروب وقتیم هوا ناگهان ışıklandı gören diyerdi biyabanda min çarak yandı. Akı haramzade şimdi imam senin başına ayırdı vurdu neyziyem. Ömer Səhət dedi bu uşaqlar ki dağılıb çöllərə bunları biz nə cür cəm eləyəcəyik. Şimri Məlun dedi nigaran olma Hüseynin başına elan saxlaram göydə. Neyzəni qalxızdı gördü o balaca balalar bir-birinə görsə deyilər odur bax babamın başı. Babanın yaralı başını görmək əman biri kol dalından biri daş dalından biri ağac dalından. Geldiler cəm oldular o neyzənin dörəsinə. Bir cür ağlaşdılar, bir cür oxşadılar. Birdən gördülər küçə açıldı. Küçə açılanda dedilər Allah xeyir ola. Uşaqlar belə küçə açdı. Baxanda gördülər bir qabar ayaqlı bala yavaş yavaş. Babayım sarıban verdi məni. Koy deyim. Baba kız uşağıdır da. Kız uşağı baba yiyorlar da. Yüreğinde minder diyorlar babasına diye. Hiç tat demiyor baba. Hardeydun koşun gelin. Heymeni yaddıran zebir. Ben yavaş okuyacağım özüm bil. Kızım var bileysen ne diyeyim. Hardeydun koşun gelin. Heymeni yandıran zaman. At kabağında kızları. Çölde kovup yoran zaman. Ses niye vermedin mənə? Mən çağıranda ay baba. Gördü yaralı baş dilə gəldi. Etmə rüqəyyə can kilə. Mən niyə dadə gəlmədim? Könəyimi apardılar sinə quşa. Bak bir dene diyem ölesən aroziye derbeder. Dedi baba kız uşağı hele kani olmaz ki. Babayım eğer köynəyi yaparmışlar bir ləhzə duruydun. Əgərlə mən səni bir köreydim bir əl qozaydım mənə. Dedi balam zani çok elleştim duram cilayı eleme. Ben niye durmadım? De kızım kozanı bir istedim kele. Ah! Kozanı bir istedim kelem atlara ya. On nefer at saptılar sinemin üstünde var. Hay uca denek Allah sen.